Müslüman kişiге Ramazan ayı bitip kite eken, Ramazan bitti. Hem Müslüman kişinin uraza gıybeti de bitmiyor bit. Uraza gıybeti de bitmiyor onun bilengine. Fasiyamu la yazalu meşruan. Uraza bit her vakitte o şeriatga kirtilgen. Uraza tutuv kirak başka ayların da başka günlerin de. Velillahil hamd fil ami kulli. Yılın tilesen indi gününde sen uraza tuta alasın. Bigirek de sünnette bulan günlerinde. وفي صحيح مسلم من حديث أبي أيوب الأنصاري رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال همين شيك مسلم سنجين تندكلا وخايسنا أبو أيوب الأنصاري الطبشرا شنتا بين صلى الله عليه وسلم يتم من صام رمضان ثم أتبعه 6 من الشوال كان كصيام الدهر كم دا كم رمضان تطب الترب anın артынан Şevval ayında 6 gününde tutsa ul gümür boyu orada tutkan ecir savab ala. Gümür boyu orada tutkan ecir savab ala. Hem o an yıl sayın uti. O an yıl sayın Ramazan tuta, hem Şevval tuta. Ramazan tuta, hem Şevval tuta. Bu an yıl sayın uti. Şöyle bilgaç ul gümür boyu orada tutkan köyük bula. Allah karşında bu Allah'ın rahmeti bulup tura. Kişi indi gümür boyu orazalı tutkan halde Allah karşına basıp tura bulacak. Yani bir günde urasız bulunmagan kebik bula Allah karşında. Zor ecir savab mı? Zor hayırlık mı? Zor hayırlık. وصيام 3 أيام من كل شهر قال فيها النبي صلى الله عليه وسلم همشلق ay sayın 3 gün uraza tutu. Ay sayın 3 gün uraza tutu. İncek Peygamberimiz sallallahu aleyhi ve sellem bunun hakkında ayta: "Thalathun min kulli şehrin ve Ramazan ila Ramazan fe hada siyamud dahri kullihi." Rawahu Ahmed ve Müslim. Şulay yok. Ay sayın 3 gün uraza tutu. Hem Ramazan alıp ikinci Ramazan'a uraza tutu. Yani yıl sayın Ramazan'da uraza hem ay sayın 3 gün uraza tuta. Kimde kim şulay uraza iken Ramazan'da hem 3 günde indi ol gümür boyu uraza tutkan ecir savab ala. Bu şuluk ecir savab indi. Gümür boyu uraza tutkan ecir savab ala. Mine ay sayın Ramazan'dan tış ay sayın 3 gün uraza tuta hem Ramazan ayında uraza tuta. Mine bu indi gümür boyu uraza tutkan ecir savab ala. Çünkü Allah Teala xabir gamelini onga tapqırlı. Şabit xabir gamelini onga tapqırlı. Mine kişi ayga 3 tapqır uraza tutayken Allah Teala onun 3 günün onga tapqırlı. İnşallah 30. Mine Ramazan'da 30 hem ay sayın 30 mine sana bir yıl. Bu hadisini Ahmet hem Müslim tapşıran. Minin kişi bulgan hadiste Şevval'da 6 gün hem Ramazan'da 1 ay neçe ol 1 yıl bula. Ol şulay yok. Onga tapqıranla Ramazan 30 gün onga tapqırlasın 300 bula. Hem 6 tapqırla onga neçe bula 60 360. Bu Allah'ın indi bizge bulgan rahmetinden. Ve qala Abu Hurayra radıyallahu anhu. Hem Abu Hurayra radıyallahu anhu ayta: "Awsani Halili sallallahu aleyhi ve sellem bi thalathin." Benim yaratkanım ol Peygamber sallallahu aleyhi ve sellem bana vasiyet kıldı. Resmi. Benim yaratkanım yani Peygamber turna söz bara bizning Peygamber sallallahu aleyhi ve sellem bana 3 şey birini vasiyet kıldı. Zekara minha ham ushul 3 şey birden siyama 3 ayyamin min kulli shahr. Ham şul 3 şey birinin birisi Habr ayını 3 gün uraza tutu. Bu indi Bukhari ham Müslim'sine cintanda kile. Vel awla an takuna ayyamul bid. Ham elbette 3 gün uraza tutkanda en yaxşırağı agar da ol ayının ortasına lege iken. Ve hiye 13 ve 14 ve 15 ol 13. 14. 15. günler. Bu yaxşıraqına lakin mecburi değil. Agar da kişi ayının 3 gününü tutayken başka günlerinde mesela ay başında da ay ahırında da o şulayık şu ecir savabqa erişe. O ayda 3 gün tutkan bula. Li hadisi Abi Zerrin radiyallahu anhu enne Nebi sallallahu aleyhi ve sellem kal. Hem hadis getirildi Abu Zer'den radiyallahu anhu ayta şinnata Peygamber sallallahu aleyhi ve sellem etken: "Ya Abu Zer, İza sumta min şahri 3 fasum 13 ve 14 ve 15." Ya Abu Zer, agar da sen ayının 3 günün tutsan, uraza ettirip tut urazanı 13. gününü, 14. gününü, 15. gününü. Rawahu Ahmed ve Nesai. Bu hadisini Ahmed tapşıra hem Nesai tapşıra. Hem bu hadisini Sahih Nesai'de Şeyh Albani rahmetullah Hasan'a şahara bu hadisini.
وفي صحيح مسلم أن النبي صلى الله عليه وسلم سئل عن صوم يوم العرفة فقال هم مسلم سنجنتندكيلا Peygamberimiz sallallahu aleyhi ve sellem'den sorular Arafa günündəki olan uraza haqqında. Peygamberimiz sallallahu aleyhi ve sellem etken yukaffiru senete el-madiyete vel-baqiyye. Arafa günündə uraza tutu 2 yılda günahlar ғafu etilinə. Ve su'ila an siyami Aşura. Hamşılar Peygamberimizden soradılar Aşura urazası haqqında. Faqal Peygamberimiz etdi yukaffiru senete el-madiyye. Ötken yılının günahları ғafu etilinə. Mənə subhanallah Allah'ın rəhməti. 2 günə uraz tutarsan, Aşurada senin 1 yılda günahın ғafu etilinə. Və su'ila an savmi yawmil isneyni. Hamşılar Peygamberimizden soradılar düşənbə gününü uraza tutu haqqında. Faqal Peygamberimiz etdi: "Zaka yawmun ulidtu fih və yawmun bu'istu fihi aw unzila alayya fih." Bu günü, yəni düşənbə günü men tuğdum. Bu günü men jiberildim peygamber bularak, rasul bularak, yaki mena o günü inə başladı birinci vahiyler. Bu hadis Müslim'dekiler. Hem ikinci rivayettekiler düşənbə hem pənjişənbə haqqında şayet peygamberden soradılar. Peygamber etdi: "Men yaratam o günlerini uraza tutarga, çünkü o günlerde ferişteler almanışına, yani kitaplar almanışına. Ferişte yazıp bara şabet, düşənbə hali yazıp bara. Hem ol düşənbədə yazar, bu kişi uraza tuttu, yazdı. Hem ikinci feriştekiler kitabını aşağı, defterini aşağı, birinci olup nerseniz yazar. Uraza tutuşu, resmi. Şayet dirip kitap başında hem ahırında uraza tutuşu. Resmi mənə şunda yazır saatlara girişim. Altılardan birisini bizge başkaları da uraza tutarga. وفي صحيح مسلم أيضا عن أبي هريرة رضي الله عنه أن النبي صلى الله عليه وسلم سئل عن صيام أفضل بعد شهر رمضان. Müslim sünəcindakilə bu hadisdə bu Hureyra radiyallahu anhu tapşıram. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm soraldı. Ramazan ayından soň ən yaxşı, ən fazilətli uraza haqqında. Ramazan ayından soň Peyğəmbərdən soradılar ən yaxşı uraza haqqında. Faqal Peyğəmbərimiz etdi: "Əfdalus siyam ba'da şəhr Ramazana siyamu şəhrillahi el-Muharram." Ramazan ayından soň ən yaxşı uraza ol Muharram ayında bulğan uraza. Ve fi sahihayn an Aişə radiyallahu anha qalet. Hem Buxari, hem Müslim sünəcindakiler bu hadisni anabız Aişə radiyallahu anha tapşıran. O aytdı: "Ma ra'aytu nabiyyə istaqmala şahran qattun illa şahr Ramazan." Men Peyğəmbərimiz sallallahu əleyhi və səlləmni görgən yox idi. Ramazan ayından tış başqa ayını tuturup uraza tutqanın. Başqa ayını Peyğəmbərimiz sallallahu əleyhi və səlləm tuturup uraza tutmağan. Tulusu bilan ayının tulusu bilan uraza tutqanın men de bilmimdi. Men görmədim dey. "Wa maraytuhu fi shahrin akthara minhu siyaman minhu fi Şaban." Hem Şaban ayından da ko'proq uraza tutqan başqa aylarni men bilmimdi. Yani Peyğəmbərimiz sallallahu əleyhi və səlləm eng ko'p uraza tutqan ay o Şaban ayı. Ve fil lafz hem ikinci rivayettekiler kan yasumuhu illa qalila. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Şaban ayından ko'pchilik günlərin uraza tutqan, illa mer əzingina tutmuşa qaldırğan. Bu şular Müslim sünəcindakiler. Ve anha radiyallahu anha hamşular Gayşə'denkiler Gayşə radiyallahu anha aytdı. Qalet aytdı: "Kana Nabi sallallahu aleyhi ve sellem yetaharra siyamel isnayn vel hamis." Peyğəmbərimiz sallallahu aleyhi ve sellem tırışaydı düşənbə gününü hem pənjişənbə günü uraza tutarga. Rawahu khamsa illa Abu Dawud. Fahuwa lahu min hadisi Usama bin Zayd radiyallahu anhuma. Bu hadisni khamsa tapşıra məğər Abu Dawuddan tış. Khamsa o neydi sünəcinlikləri? Abu Dawud, Tirmizi, İbn Majah, An-Nasai hem İmam Ahmed. Bu khamsa deyib atala. Lakin bunda Abu Dawud kirmey. Mana bu hadisga qarata. Şayət bu hadisni tapşıra Usama bin Zayd radiyallahu anhuma. Allah təala ikisindən razı olsun. Bu hadis ne Şeyh Albani rahmetullah sahihə şara Sahih An-Nasai'də. Ve an Ebi Hureyre radiyallahu anhu enne Nebi sallallahu aleyhi ve sellem qal. Tayyik ila hadis Abu Hureyre tapşıra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem aytdı: "Tuğradul a'malu yawmal isnayn vel hamis,
وأحب أن يغرد عملي وأنا صائم. Дүшәмбе көн һәм пәнҗешәмбе көн гамәлләр алманышына, китаплар алмашына, фәрештәләр алмашына һәм мин яратамын үземнең гамәлем ураза белән бетсен. Ураза белән башласын һәм ураза белән бетсен. Бу хадис Тирмизи Сүннәт җиңтында килә. Ләкин Тирмизи Сүннәт җиңтындагысы ул даиф, ләкин аңа башка хадислар моңа күрсәтә. Ничек ул Муслим Сүннәт җиңтында килә? Дүшәмбе көн һәм пәнҗешәмбе көнне гамәлләр алманышуы хакында Муслим Сүннәт җиңтында да килә. Ләкин Шәйх Усаймин рахмәллаһ монда ул китабында китерми. Муслимдәгесен. Тирмизи Сүннәт җиңтындагысын китерә. Шәтеп Тирмизи Сүннәт җиңтындагысы килсә дә, даиф булса да, ләкин аның мәгънәсе дөрес, чөнки икенче хадислар моңа күрсәтә.